Ramazan ayı bizə bunu çatdırır ki, Allah bizə dəyər verib, çox dəyər verib, əzizləyir. Deyir, siz mənim qonağımsınız, hamınız. Hamınız mənim qonağımsınız. Adam hiss eləyir Ramazan ayında. Mən bilmirəm, mən hiss eləyirəm ya hamı hiss eləyir. Yəqin ki, hamı məndən yaxşı hiss eləyir. Ramazan ayında baxırsan, görsən, yer həmin yer, torpaq həmin torpaq, ağac həmin ağac, həmin şəhər. Amma elə bil başqa şəhərdə yaşayırsan. Başqa cür görürsən, qəlb bir cür halda olur. Müşahidə eləmədiyi şeyləri eləyir, sevinç içində olur, şadlıq içində olur. Bəziləri deyə bilərsiniz ki, mən belə hissləri keçirməmişəm. Bunları düşünsöz görəcəksiniz. Bəzən adam, məsələn, deyirlər ki, əcəb yaxşı, məsələn, fəza var. Bu da həmin fəzadadır. Baxır, deyir, doğrudan yaxşı fəza var. Mənim işim budur. Siz onun hamısını hiss eləyə bilərsiniz. Bir dənə başınızı açın ki, qaldırın ki, yemək içmək məsələsi deyil təkcə. Baxın, görün ətraf, baxın, görün həvadan Allah iyi gəlir, Allah qoxusu gəlir fəzasından. Allahın qoxusu olar, yox, mən mənəvi qoxusundan danışıram.